Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Xoş gördük hər kəsi. Bu gün mən sizə dərs dinləmə prosesində uğurlu bir müəllim yanaşmasını sərgiləmək üçün hansı kriteriyalara baxmalıyıq, hansı kriteriyaları dəyərləndirməliyik, o haqqda danışacağam. Diqqətli olmağınız və lazımi qeydlər götürməyinizi hər birinizə tövsiyə edirəm. Baxın dəyərli müəllimlər, İlk növbədə onu qeyd eləmək istəyirəm ki, bizim dərsimizin qiymətləndirilməsində iki amilin rolu olduqca vacibdir. Baxın, burada da qeyd olunub. Müəllimin perspektiv planlaşdırılmasını hansı səviyyədədir? Yəni, bizim ümumiyyətlə perspektiv planlaşdırmamız hansı səviyyədə ola bilər? Gəlin bu haqqda danışalım. Yəni, bizim hazırlayacağımız perspektiv planlaşdırmada hansı kriteriyalar ola bilər və yaxud hansı səviyyədə ola bilər? Gəlin ilk növbədə bunlarla tanış olaq. Ümumiyyətlə bizim planlanmamızın səviyyələri 4 cür ola bilər. Birinci səviyyədə ola bilər, plan ümumiyyətlə yoxdur. Dərsin məzmunu uzun müddətli öyrənmə məqsədinə uyğun deyil. Yəni, bu adətən o halda mövcud olur ki, bizim dərs prosesində ümumiyyətlə planımız yoxdur və planın tərtibi ilə bağlı müəllimin də baza bilikləri yerində deyil. İkinci səviyyədə ola bilər ki, planımız var, lakin bir neçə əsas boşluq buraxılıb. Bu boşluq nə ola bilər? Mən xüsusən müşahidə edirəm ki, bəzən müəllimin belə deyək də, perspektiv planlaşdırması olur, amma orada tarixlər qoyulmuş. Bu artıq ikinci səviyyənin qiymətləndirilməsi deməkdir, dəyərli müəllimlərimiz. Üçüncü səviyyədə nə baş verə bilər? Baxaq bura. Planımız var, lakin komponentlərdən biri qeyd olunmayıb və planda dərslə müəyyən qədər uyğundur. Müəyyən bir komponent nə ola bilər burada? Ya resurs qeyd olunmaya bilər, ya inteqrasiya qeyd olunmaya bilər, ya standartların sayı həddindən artıq çox ola bilər. Bu üçüncü səviyyəyə uyğun gələn bir kriteriyadır. Dördüncü bal, plan var, alt standart var, tarixlər qeyd olunub, hər şey aydındır və plan və cari planlaşdırmanın mahiyyətləri üst-üstə düşür. Bu artıq planın kamilliyinə xəbər verir, dəyərli müəllimlərimiz. Yenə deyirəm, çalışırıq ki, yəni bizim dərsimizdə oturan və yaxud ümumiyyətlə dərsimizdə oturmayan bir şəxs üçün deyil, özümüz üçün prosesin yaxşı alınmasını istəyiriksə, prosesin məqsəd yönlü alınmağını istəyiriksə, mütləq şəkildə perspektiv, dolayısıyla illik planlaşdırmamıza xüsusi fikir verməliyik. Burada bizim mövzularımız qeyd olunmalıdır, standartlarımız qeyd olunmalıdır, tarix qeyd olunmalıdır ki və saat qeyd olunmalıdır ki, bizim fəaliyyətimiz məqsəd yönlü olsun. Dəyərli həmkarlar, keçirik ikinci məsələyə, cari planlaşdırma. Baxın, bugün mən deyərdim ki, bizim ən çox rastlaşdığımız problemlərdən biri budur ki, planlaşdırmanın yazılmasında, planlaşdırmanın hazırlanmasında müəllimlər biraz bu işə lazımi qiyməti vermirlər. Yəni, cari planlaşdırma müəllimin fəaliyyətinin istiqamətləndirilməsində, məqsəd yönlü olmasında ən effektiv vasitələrdən biri hesab olunur ki, biz mütləq şəkildə necə ki, illik planlaşdırmanı xüsusi dəqiqliklə hazırlayırıq, xüsusi çapa göstəririk ki, bu əlimizdə olsun. O cümlədən də cari planlaşdırmanın da hazırlanmasına eyni, belə deyək də, diqqəti, eyni marağı verməliyik. Yenə deyirəm, ilk qiymətləndirilənlər oldu bizim planlaşdırmalarımız. Söhbət burada gedir illik və cari planlaşdırmadan və yaxud illik gündəlik planlaşdırma və yaxud perspektiv və yaxud cari planlaşdırma, eyni şeydir. Gələk dərsin təşkilində bizi izləyən komissiya üzvü bizim dərsimizdə hansı kriteriyaları görmək istəyir? İstəyirəm ki, sizləri onlarla tanış eləyim. Ümid edirəm ki, ekranı görürsünüz. Baxın, dəyərli müəllimlərimiz, hər bir müəllimə ilk növbədə qeyd eləmək istəyirəm ki, dəyərli həmkarlarımız dərs prosesində mövzunun nə olmasından asılı olmayaraq siz dərsin əvvəlində təlim nəticələrini və qiymətləndirmə meyarlarını şagirdlərə elan etməlisiniz. Baxın, diqqətli oluruq. Dərsimiz nə olursa olsun, Azərbaycan dilidir, riyaziyyatdır, tarixdir, ingilis dilidir, fərq eləməz. Yenə deyirəm, nə olursa olsun dərsimiz
fən hansı olursa olsun, dərsin təlim nəticələri və qiymətləndirmə meyarları mütləq şəkildə şagirdlərin diqqətinə çatdırılmalıdır. Ha vaxt çatdırılmalıdır? Prosesin əvvəlində. Yəni motivasiyaya belə başlamadan siz dərsinizin təlim nəticələrini, qiymətləndirmə meyarlarını şagirdlərin diqqətinə çatdırmalısınız. Bu çox vacib bir punktdur, çox vacib bir elementdir. Yəni dərsinizə girdiniz, davamiyyəti yoxladınız, artıq ki motivasiyaya başlamaq istəyirsiniz. Birinci görəcəyiniz iş nə olacaq dəyərli həmkarlar? Əlbəttə ki, dərsin təlim məqsədlərini və yaxud dərsin təlim nəticəsi bu eyni anlayışdır. Bəzi təlimçilərimiz görürsünüz ki, bu təlim nəticəsi ilə təlim məqsədini fərqli-fərqli anlayışlar kimi müəllimlərə qəbul elətdirməyə çalışırlar, amma unutmayın ki, təlim nəticəsi, təlim məqsədi. Söhbət dərsin təlim nəticəsindən, dərsin təlim məqsədindən gedir, eyni anlayışı özündə əks elətdirir. Müəllimlər, baxın burada dərsin əvvəlində şagirdləri fəaliyyətə stimullaşdırır. Bu dolayısıyla motivasiyanın nə qədər uğurlu qurulması deməkdir. Biz müşahidə edirik ki, bəzən müəllimlər yalnız aktiv şagirdlərlə işləyir ki, bu qəbul olunmaz bir şey. Yəni, bizim sinifimizdə 30 şagird varsa, elə bir motivasiya qurmalıyıq ki, orada 30 şagirdin də əli havada olsun. 30 şagirdin də həmin mövzu ilə bağlı fikri münasibəti olsun. Motivasiyanın qurulması ilə bağlı tələblər var ki, düzdür, bu bugünkü seminarın mövzusu deyil, amma biz elə bir motivasiya qurmalıyıq ki, orada bütün şagirdlərimiz fəaliyyəti cəlb olunsunlar. Daha sonra, baxın, 2.3-cü bənddə qeyd olunur ki, müəllim dərsin məqsədinə uyğun sual və tapşırıqlar verir. Bu çox önəmli bir punktdur, dəyərli müəllimlərimiz. Sizin dərsinizdə istifadə edəcəyiniz bütün tapşırıqlar, bütün suallar yuxarıda qoyduğunuz dərsin məqsədinə uyğun olmalıdır. Yəni, biz oxu ilə bağlı təlim məqsədi qoyub dil qaydalarından tapşırıqlar və yaxud suallar verə bilmərik. Bu qəbul olunmaz bir faktdır. Bu biraz müəllimdə belə deyək də inkişafa meyilli olan bir tərəfin təzahürüdür ki, yəni müəllim məqsəd nə qoyursa dəyərli həmkarlarım, dəyərli müəllimlərimiz sualı da, tapşırığı da o istiqamətdə verməlidir. Bu Azərbaycan dili üçün də keçərlidir, riyaziyyat üçün də, coğrafiya üçün də, ingilis dili üçün də, bütün fənlər üçün keçərlidir. Baxın, dəyərli müəllimlərimiz, 2.4-cü punktda baxırıq. Müəllim təfəkkürə yönəlmiş suallar verirmi? Təfəkkürün 3 növü var. Tənqidi təfəkkür, məntiqi təfəkkür və yaradıcı təfəkkür. Baxın, görək dərs prosesində müəllim bunlardan hansını belə deyək də şagirddə inkişaf elətdirmiş olur. Biz qeyd eləmişik ki, dərsin tam olması üçün o həm öyrədici olmalıdır. Bu öyrədiciliyin daxilində bu təfəkkürə yönəlmiş sualların hər biri gedir. Həm öyrədici olmalıdır, həm tərbiyə edici olmalıdır, həm də inkişaf etdirici olmalıdır. Yəni, müəllim dərs prosesində daha çox açıq suallardan istifadə eləməlidir, daha çox təfəkkürə yönəlik suallar verməlidir ki, bu punktun, yəni 2.4-ün tələbini ödəmiş olsun. Baxırıq, dərsdə müəllim-şagird, şagird-şagird münasibətləri qurulub. Bu çox önəmli, müasir, belə deyək də, kurikulumun, müasir yanaşmanın bizdən tələb elədiyi ən önəmli detallardan biridir. Biz dərsdə avtoritar deyil, demokratik üslubdan istifadə eləməliyik. Bu proses daxilində həm şagirdlər bir-biri ilə, həm də müəllimlə qarşılıqlı dialoq çərçivəsində, əməkdaşlıq çərçivəsində münasibət qurmalıdırlar. Davam edirik, dəyərli müəllimlərimiz, iş forması və iş üsullarından. Bugün bir müəllimimizlə danışan zaman belə bir maraqlı fikirlər ötürdü ki, bugün, daha doğrusu əvvəllər müəllimlərimiz elə bilirdilər ki, kurikulum deyəndə və yaxud interaktiv təlim deyəndə ağla ilk gəlirdi qrup işi. Xeyr, dəyərli müəllimlər, interaktiv təlimin iş formalarından biridir qrup işi. Müəllim istəsə kollektivdən istifadə edə bilər, müəllim istəsə fərdi iş formasından istifadə edə bilər, müəllim istəsə qrup işindən istifadə edə bilər. Bu qalır bizim təlim məqsədimizin bizdən nəyi istəməsindən. Yəni bizim dərs prosesində istifadə edəcəyimiz iş forması da, iş üsulu da yenə də müəllimin öz belə deyək, fərdi seçiminə deyil, təlim məqsədinin nə istədiyindən asılıdır. Yəni elə bir təlim məqsədi qoya bilər ki, o təlim məqsədinin reallaşması üçün, dəyərli həmkarlarımız, mütləq şəkildə qrup işinin olması zəruridir. Və yaxud fərdi işin olması, fərdi iş formasının olması zəruridir.
Bu bizim üçün belə deyək də biz oturub fərdi şəkildə qərar qəbul eləmirik. Baxırıq təlim məqsədimizə. Təlim məqsədi bizdən nə istəyirsə, biz də onu istifadə edirik. Gəlirik bura iş üsullarından. İş üsulları çoxdur. Müzakirəsi var, beyin həmləsi var, Venn diaqramı var, aksiyon var, nə bilim, yüzlərlə iş forması var. Bəzi təlimçilər deyir ki, 35 dənə təlim iş forması var, amma bu məşhur iş üsullarının sayı da 35. Belə baxanda hər bir müəllimin özünə məxsus bir iş üsulu da ola bilər. Dəyərli müəllimlərimiz, baxın 2.7 fənn üstü inteqrasiyanı bizdən istəyir. Yəni fənn üstü inteqrasiya odur ki, müəllim dərs prosesində nə etməlidir? Həm də mövzunu həyatla əlaqələndirməlidir. Çünki biz keçdiyimiz mövzu sadəcə sinifdə qalmalı deyil. Yəni həmin mövzu sinifdən kənara çıxırsa, həmin mövzu həyatla əlaqələnirsə, demək biz burada 2.7-nin tələbini ödəmiş olmuşuq. Davam edirik dəyərli müəllimlərimiz. 2.8-də qeyd olunur ki, bütün şagirdlərə uyğun təlim şəraiti yaradılır. Bu dolayısıyla referensional təlimdir dəyərli müəllimlərimiz, altda da qeyd olunub. Və pedaqoji proses onların potensial imkanlarını əhatə edirmi? Yəni müəllim elə bir strategiya, elə bir yöntəm seçməlidir ki, onun sinifində olan həm zəif şagirdlər, həm də güclü şagirdlər bu prosesdən faydalana bilsinlər. Yəni daha doğrusu, daha əhatəli desək, sinifdə olan yalnız güclü şagirdlər deyil, bütün şagirdlər bu prosesdən nə etsinlər, faydalanmış olsunlar. Yəni bizim qoyduğumuz təlim məqsədi ən zəif şagirdimiz tərəfindən belə minimal tələblərlə ödənmiş olsun. Davam edirik dəyərli həmkarlar 2.9-un tələbi ilə. Müəllim şagirdləri müstəqil öyrənməyə sövq edirmi? Bu çox maraqlı bir yanaşmadır, daha doğrusu çox vacib bir detaldır. Müasir dövrdə şagirdlərə, ümumiyyətlə insana lazım olan əsas bacarıqlardan biri də müstəqil öyrənmədir. Yəni müəllim şagirdlərə hazır şəkildə informasiya verməməlidir. Biz bunu həmişə qeyd eləmişik ki, biz şagirdlərimizə balığı deyil, balığı tutmağı öyrədirik. Baxın, burada söhbət 2.9-un tələbi bizdən odur ki, şagirdlərə balıq deyil, balığın tutulma yollarını, balıq tutmağı öyrədim. 2.9-un tələbi bizdən budur. Yəni müəllim hazır şəkildə sual şagirdlərə, daha doğrusu şagirdin müəllimə hazır şəkildə ötürdüyü sualı müəllim ona həmən dəqiqə cavablandırmır, onu müstəqil öyrənməyə dolayısıyla scaffolding edir. Yəni scaffolding strategiyasından, scaffolding yanaşmasından istifadə edir. Nədir scaffolding? Yəni burada müəllim şagirdə lazımi dəstəyi göstərir, onu müstəqil öyrənməyə sövq edir. Və 2.10-un tələbi bizdən budur ki, biz proses daxilində bütün şagirdlərimizə düşünmə vaxtı verməliyik ki, burada bərabər imkanları qorumuş olaq. Davam edirik dəyərli müəllimlərimiz, dəyərli həmkarlar. Müəllimlər, 3.1-də qeyd olunur ki, müəllimin emosional vəziyyəti, davranışı dərsdə müsbət öyrənmə mühiti yaradırmı? Baxın, bugün hər bir müəllimin gündəlik həyatında müxtəlif qayğıları olur. Yəni müəllim robot deyil, müəllimin də özünün gündəlik qayğıları olur, gündəlik problemləri olur, qarşılaşdığımız neqativ hallar olur ki, biz müəllim olaraq bunu emosional vəziyyətimizdə təzahür etməli deyilik. Yəni şagird bizim əsəbi, bizim yorğun, bizim gərgin olduğumuzu anlamamalıdır. Anlayırsa demək biz burada 3.1-in tələbini ödəməmişik. Yəni biz dərs prosesində pozitiv olmalıyıq. Biz dərs mühitində şagirdlərimizin öyrənməsi üçün, şagirdlərimizin müsbət auradan faydalanması üçün əlimizdən gələni etməliyik ki, məhz dərs prosesində 3.1-in tələbi bizdən bunu tələb edir. Gəlirik 3.2-nin tələbinə. Müəllim təlim prosesini daha müəllimlər bir məsələni qeyd edeyim sizə. Bu 3.1, 3.2 mən bunu ardıcıl şəkildə izah eləyim deyənə deyirəm. Yəni belə bir ardıcıllıq yoxdur. Sadəcə mən sizə rahat olsun, daha anlaşılan olsun deyənə bu cür izah eləməyi faydalı görürəm. Ümid edirəm ki, sizlər də dinlədiyiniz zaman yorulmayacaqsınız. Müəllim təlim prosesini sistemli və ardıcıl şəkildə izah edir. Çox önəmli bir detaldır.
İstər məsələ həlli olsun, çalışma həlli olsun və yaxud hər hansı bir məlumatın izahı olsun, burada sistemlilik və ardıcıllıq olduqca önəmlidir. Yəni bu yoxdursa, biz demək 3.2-nin tələbini pozmuşuq. Müəllimlər, dərs prosesində mən deyərdim ən önəmli punktlardan biri budur ki, biz şagirdlərimizi fikirlərini sona qədər dinləməyi bacaraq. Səhv belə olsa, yəni şagirdin cavabı səhv belə olsa, biz mütləq şəkildə onu sona qədər dinləməyi bacarmalıyıq. Çünki şagirdin fikri önəmlidir. Və səhv fikrə doğru rəy verməyi bacarmalıyıq. Çünki bizim verəcəyimiz rəy, bizim verəcəyimiz fikir şagirdin fikirlərinə, düşüncələrinə, özünü inamına olduqca belə deyək, təsir edə bilər. Yəni bizim şagirdə verdiyimiz rəy onu yaxşı mənada dəyişə də bilər və yaxud dəyişməyə də bilər. 3.4-ün tələbi bizdən müəllimin nitqi məsələsini özündə vurğulayır. Nitqimiz səlisdirmi? Səs tonumuz yəni doğru bir rejimdədirmi? İndi deyəcəm bu nə demək, dəyərli müəllimlərimiz. İntonasiya varmı? Göz təması qururmu? Jestlərdən, mimikalardan düzgün istifadə edə bilirmi? Burada səs tembri məsələsi olduqca önəmlidir. Bəzən müəllimlərimiz düşünür ki, əgər biz dərs prosesində uca səs tembrindən istifadə ediriksə, yəni səsimiz uzadırsa, demək biz dərsi yaxşı idarə edirik. Bu doğru yanaşma deyil. Və tövsiyəm budur ki, dəyərli həmkarlar, əziz müəllimlərimiz, çalışın ki, sinifdə çox asta səs tembrindən istifadə edəsiniz. Yəni şagirdlər özləri məcbur qalıb öz vəsiyyətlərini sizin səs tembrinizə uyğunlaşdırsınlar. Yəni nə qədər uca danışsanız, uşaqlar da bir o qədər sizin belə deyək, səsinizdən yorulacaqlar və sizə qarşı dinləmə mövqeyində durmayacaqlar. Amma əksinə aşağı səs tembrindən istifadə eləsəniz, aşağı səs tonundan istifadə eləsəniz, uşaqlar məcbur qalıb sizi nə edəcəklər? Dinləyəcəklər. Davam edirik dəyərli həmkarlarımız 3.5-in tələbi ilə. Dərs zamanı şagirdlərdə oxu, yazı, riyazi bacarıqlar inkişaf edirmi? Müəllimə, bu ola bilər ki, yəni siz bütün dərslərdə oxunu, yazını inkişaf elətdirməlisiniz deyə bir şey yoxdur. Amma söhbət Azərbaycan dili dərslərindən gedirsə, təlim məqsədinizin nə olmasından asılı olmayaraq siz oxunu inkişaf elətdirməlisiniz, yazını inkişaf elətdirməlisiniz. Riyaziyyat dərsinizdə, belə deyək də, məqsədinizin nə olmasından asılı olmayaraq siz şagirdlərdə riyazi bacarığı inkişaf elətdirməyi bacarmalısınız. Baxırıq 3.6-nın tələbinə. Təlim nəticələrinə uyğun aktiv müzakirələr varmı və bu prosesdə şagirdlər əməkdaşlıq edirmi? Müəllimə, bu bir növ qrup işinin belə deyək də qiymətləndirilməsini və yaxud qrup işinin təşkilini özündə əks elətdirir. Yəni müəllim təlim nəticəsinə uyğun müzakirə təşkil edən zaman şagirdlərdə bu müzakirə mədəniyyəti formalaşırmı? Şagirdlər doğru müzakirə reqlamentindən istifadə edirlərmi? Yoxsa burada bir xaotik səs-küy var? Yəni biz bilirik ki, səs-küy ola bilər, amma bu səs-küy mütləq şəkildə işgüzar səs-küy olmalıdır. Aktiv müzakirə mədəniyyəti də əgər varsa, aktiv müzakirə mədəniyyəti şagirdlər nümayiş elətdirirlərsə, burada da əlbəttə ki, nə var? Təbii ki, burada da bir reqlament məsələsi var. Burada şəxsiyyətə yönəlik deyil, fikirlərə yönəlik arqumentlər var və bu da çox önəmli bir detaldır. Davam edirik dəyərli həmkarlarımız, əziz müəllimlər. Şagirdlər dərsdə fəaldırlarmı? Baxın, bu çox önəmli bir məqamdır. Bugün biz bərabər imkanlardan danışırıq. Bugün biz deyirik ki, müasir təlimin belə deyək, mərkəzində şagirdlər dayanıb, çox gözəl, çox möhtəşəm. Amma dərs prosesində bir müəllim bunu nə qədər reallaşdıra bilir? Yəni onun sinifində olan 30 şagirdin və ya 20 şagirdin fəaliyyətdəki rolu nə qədər əhəmiyyətlidir? Həqiqətənmi prosesin mərkəzində şagird dayanıb? Bax, bu sual 4.1-in tələbini bizdə əks elətdirir. Yəni biz proses daxilində prosesin mərkəzinə özümüzü qoymuşuq, yoxsa şagirdlərimizi qoymuşuq? Həqiqətən bu sual bütün müəllimləri düşündürməlidir. Baxırıq 4.2-nin tələbinə. Şagirdlər fikir bildirərkən şəxsi müşahidələrindən nümunə gətirirmi? Yəni dolayısıyla ötürülən informasiyanı interpretasiya edirmi, özününkiləşdirirmi? Baxın, bu çox önəmli bir fikirdir ki, yəni biz
Əgər informasiyanı şagirdə düzgün ötürmüşüksə, bu quru informasiya olmaqdan çıxıbsa, burada artıq şagird başlayacaq öz üzr istəyirəm, şəxsi müşahidələrindən də nümunələr gətirmək. Çünki anlayır ki, artıq başlayıb şəxsi nümunələr gətirir. Və ən nəhayətində dəyərli müəllimlərimiz, bayağı biz interpretasiyanın adını çəkdim. Ola bilər bu termin sizə biraz yad gəlsin. İnterpretasiya bir məlumatın şəxsləşdirilməsidir, bir məlumatın özününkiləşdirilməsidir, bir məlumatın öz sözlərimizlə ifadəsidir. Və bunun nəticəsində nə baş verir? Əgər şagird şəxsi mülahizələrindən çıxış edirsə, orada artıq nə baş verəcək? Təbii ki, təkliflər gələcək, ideyalar çıxacaq ortaya. Bu baxımdan dəyərli müəllimlərimiz, biz 4.2 tələbinin, yəni burada qeyd olunan bu fikrin dərs prosesində ödənməsinə xüsusi fikir verməliyik. 5.1 məsələsinə gəlin baxaq, dəyərli müəllimlərimiz. Resurs ola bilər ki, bizim sinifimizdə proyektor olmasın, elektron lövhə olmasın. Amma biz maksimum dərəcədə, yəni elə dərslər var ki, biz orada elektron resurs olmadan belə praktik, əyani vəsaitlərdən istifadə edə bilərik ki, bunlar bizim əlimizin altındadır. Yəni bir müəllim çalışmalıdır ki, bütün dərslərində, yəni əgər dərsin bərəkətli alınmağını istəyirsə, effektiv alınmağını istəyirsə, bilik yönümlü deyil, praktik yönümlü olmasını istəyirsə, əyani vəsaitlərin istifadəsinə olduqca önəm verməlidir. Və İKT savadlılığı, bu məsələ dəyərli müəllimlərimiz, əgər sizin əlinizin altında bu imkanlar varsa, siz bundan istifadə etmirsinizsə, bu 5.2-nin belə deyək də pozulmasıdır. Mən yenə deyirəm, burada 5.1, 5.2 deyirəm ki, sizin üçün bu punktları nəzərdən keçirməyiniz rahat olsun. Amma belə bir qanun yoxdur ki, yəni təhsil, mən burada hansısa bir qanunu xırdalamıram. Sadəcə dərs dinləmə vərəqində olan punktları sizə izah etməyə çalışıram. Yəni, amma dərsinizdə İKT yoxdur və bunu təmin eləmək sizin imkanlarınız xaricindədirsə, artıq bu məsələ, belə deyək də, sizdən çıxmış olacaq dəyərli həmkarlarımız. Amma çalışın ki, ən azından hər birimizin telefonu var ki, biz lazım gələrsə İKT imkanlarını telefonla kompensasiya eləmiş, daha doğrusu edə bilərik. Davam edirik əziz müəllimlərimiz. Dərsin qiymətləndirmə meyarları məqsədə uyğun müəyyənləşdirilibmi? Biz bu məsələ ilə bağlı artıq bir çox fənn müəllimi ilə təlimlər təşkil eləmişik. Onlar artıq rahat şəkildə məqsəddən meyar çıxarda bilirlər. Belə deyək də, məqsəddən də meyar çıxartmaq çətin bir şey deyil. Yəni, meyar nədirsə, üzr istəyirəm, məqsəd nədirsə, meyar da ona uyğun olmalıdır. Gəlin bir dənə nümunə deyim sizə. 10 dairəsində ədədləri tanıyır, daha doğrusu oxuyur və yazır. Bu, bizim riyaziyyat fənnindən birinci siniflərin qabağına qoyduğumuz bir məqsəddir. Bir daha deyirəm, 10 dairəsində ədədləri oxuyur, oxumaq yəni şifahi şəkildə 1, 2, 3, 4, 5 və yazır. Bu bizim təlim məqsədimizdir. Gəlin buna uyğun meyarlar çıxardaq. 100 dairəsində ədədləri oxuma, ikinci meyarımız olacaq 100 dairəsində ədədləri yazma və salam. Yəni, məqsəd nəyi qoyuruqsa dəyərli həmkarlarımız, meyarımız da, yəni ölçü vahidimiz də ona uyğun olacaq. Dərs prosesində çalışmalıyıq ki, söhbət 6.2-nin tələbindən gedir. Çalışmalıyıq ki, dəyərli müəllimlərimiz, şagirdlər bir-birini qiymətləndirsinlər, yoldaş qiymətləndirilməsi baş versin, özünü qiymətləndirmə baş versin. Bəzən şagirdlərə sual verin ki, bax, sualın səhv cavab verməkdə səncə səbəb nədir? Nəyi doğru eləmədin? Uşaq məsələ həll edib gətirib yanınızda görürsünüz ki, səhvdir. Sual verə bilərsiniz ki, səncə nəyi düz eləmədin? Səncə harda yanlışlıq elədin? Bu elə bir özünü qiymətləndirmədir və yaxud refleksiya mərhələsində siz özünü qiymətləndirmədən rahat şəkildə istifadə edə bilərsiniz, dəyərli həmkarlarımız. Gəlir informativ qiymətləndirmə məsələsinə. Çalışın ki, informativ qiymətləndirmə zamanı qətiyyən, yəni bunu hər dəfə biz qeyd edirik ki, prosesin zəruriliyini sizə çatdıraq, dəyərli həmkarlarımız. Qəti surətdə rəyin qabağına birinci, ikinci, üçüncü, dördüncü səviyyə yazmayasınız. Bu çox ciddi metodik səhvdir. Baxın, bunu mən burada vurğulayıram və xahiş edirəm ki, tətbiq məsələsində də, gündəliyə yazma məsələsində də istənilən rəyi yazın. Yəni, ola bilər sizin rəyiniz konstruktiv olmasın. Bunun çarəsi var. Amma
rəy yazmaq bir növ ənənəvi yanaşmadan istifadə eləmək. Üzr istəyirəm. Səviyyə ilə ora nəsə bir şey yazmaq. Birinci səviyyə, ikinci səviyyə, üçüncü səviyyə. Bu deməkdir ki, mən müasir yanaşmanın nə olduğundan hələ də xəbərdar deyiləm. Ona görə dəyərli həmkarlar, çalışın ki, rəy vermədə sözlü rəylərdən istifadə eləyəsiniz. 1, 2, 3, 4 bu rəyləri, səviyyələr üzrə belə deyək, qiymətləndirməni gündəlikdə əks elətdirməyəsiniz və şagirdlərə qarşı verdiyiniz rəylər effektiv, konstruktiv olmalıdır, yəni müsbətlə başlamalıdır. Ən zəif şagirdin belə təlim prosesində 45 dəqiqəlik akademik dərs müddətində məncə ən xırda uğurundan tutub ona istənilən konstruktiv rəyi vermək olar. Dəyərli həmkarlar, ümid edirəm ki, verdiyim bu video izah, verdiyim bu video təhlil sizlərin hər biri üçün faydalı olacaq. Ən azından biz həmişə deyirik ki, meyarları, məqsədləri şagirdlərə əvvəlcədən deməliyik və mən belə düşünürəm ki, dərs prosesi ilə bağlı meyarları da bilmək biz müəllimlərin haqqıdır və dərsin izahat hissəsi nə qədər anlaşılan oldu, nə qədər belə deyək də izah edici tərəfdən yaxşı oldu, onu siz dəyərləndirəcəksiniz inşallah. Hər kəsə müəllimlik adlanan bu məşəqqətli, çətin amma məşəqqətli yolda uğur arzulayıram. Növbəti video izahda görüşmək ümidi ilə özünüzdən müğayət olun. Allah amanında.